Salam dostlar, yəqin ki bu səhər ağacdələn sizin də marağınızı oyadıbdı. Ağacdələn necə ağacları döyəşdirir ki, başı sağlamdır. Deməli, şəkildə ağacdələnin quşunun uzun dilinin quruluşu təsvir edilmişdi. Ağacdələnin dili o qədər uzundur ki, o kəllə sümüyün ətrafına dolanır. Bu xüsusiyyət ağacdələnə ağac qabığındakı həşəratları çıxarmağa kömək edir. Dilin uzun və yapışqan olması həşəratları tutmaq üçün vacib bir uyğunlaşmadır. Bu qədər, hələlik. Salam dostlar, yəqin ki bu səhər ağacdələn sizin də marağınızı oyadıbdı. Ağacdələn necə ağacları döyəşdirir ki, başı sağlamdır. Deməli, şəkildə ağacdələnin quşunun uzun dilinin quruluşu təsvir edilmişdi. Ağacdələnin dili o qədər uzundur ki, o kəllə sümüyün ətrafına dolanır. Bu xüsusiyyət ağacdələnə ağac qabığındakı həşəratları çıxarmağa kömək edir. Dilin uzun və yapışqan olması həşəratları tutmaq üçün vacib bir uyğunlaşmadır. Bu qədər, hələlik.